Biz dünən məclisdə qeyd elədik ki, bir mövzu gəldi, axırda dayandı. Qeyb aləmi barəsində qeyd elədik ki, inşallah biz bugünkü məclisdə bu mövzunu davam eləyərik. İnşallah təbii ki, sizlərin dəstəyi ilə, sizlərin diqqəti ilə. Mütəala Allah buyurur: Bismillahirrahmanirrahim. Ellezine yu'minune bil gayb ve yuqimune's-salah ve mimma razaqnahum yunfikun. Təqvalıların xüsusiyyətini sayır Uca Allah Bəqərə surəsində. Və bu xüsusiyyətlərin başında bir kəlmə işlədir. Təqvalılar o kəslərdir ki, yu'minune bil gayb. Qeybə inanarlar, qeybə iman gətirərlər. Ondan sonra digər xüsusiyyətlərini sayır. Namaz qılarlar, onlara verdiyimiz ruzidən infaq edərlər. Peyğəmbərə göndərilən haqq dinə, kitaba iman edərlər, yəqin edərlər, axirətə yəqin edərlər. 5 dənə xüsusiyyət sayır Uca Allah bu surədə. Möminlər, təqvalılar barəsində. Bunların başında gəlir Ellezine yu'minune bil gayb. Təqvalılar o kəsdir ki, qeybə iman edərlər. Bu surənin başında Uca Allah insanları 3 dəstəyə, 3 təbəqəyə bölür. Birinci dəstə təqvalılardır. Onlar İslamı bütün cəhətləri baxımından qəbul eləyir. İkinci dəstə kafirlərdir. Birinci dəstənin tam əksinə olaraq onlar öz küfürlərin etiraf edir və İslama qarşı açıq şəkildə mübarizə aparır. Üçüncü dəstə isə münafiqlərdir. Qurana əsasən onlar ikiyüzlü insanlardır. Üzdə müsəlmanlarla bir olsalar da, xəlvətdə kafirlərlə, İslamın düşmənləri ilə əlbirdilər. Münafiq deyir Quran bunlara. Əslində onların həqiqi siması küfrdir. Sadəcə olaraq özlərin müsəlman kimi göstərirlər. Uca Allah ayə nazil edir, ayə endirir. O kəslər ki, qeybə iman edərlər. Bunlar da təqvalılar kimi deyirlər, iman etdik bizdə. Onlar axirətə iman edərlər. Bunlar da deyir, iman etdik. Peyğəmbərlərə iman edərlər. Bu ayələr qarşısında bunlar da dilləri ilə şəhadət gətirirlər öz imanların. Amma qəlbləri isə küfrlə bərabərdir. Haqq düşmənləri ilə, İslam düşmənləri ilə bərabərdir. 3 dəstə sayır bu surədə Uca Allah. Təqvalılar, kafirlər və münafiqlər. Fəqət bizim işimiz nə kafirlərləndir, nə də münafiqlərləndir. Quran bu surənin əvvəlində təqvalıların xüsusiyyətini sayır. Buyurur o kəslər ki, qeybə iman edərlər. Bu təqvalıların birinci xüsusiyyətidir. Və mən elə bu xüsusiyyət üzərində də qalacam ki, digər xüsusiyyətlər bizim mövzumuzun xaricindədir. O kəslər ki, qeybə iman edərlər. Qeyb mənası nədir bu sözün? Hər şey öz ziddi ilə tanınar. Qeybin ziddi aşkardır. Qeyb onun əksi aşkardır. Qeyb sözünün lüğəti mənası gizlətmə, örtülü, gizli olan deməkdir. Qeyb yəni bu örtülü olan, pərdəli, gizli,
o ki görünmür, görünə bilmir. Qeybin varlığı Quranda mövzu deyil. Qeybin varlığı şəksizdir. Ona iman tələb olunur. Təqvalıların xüsusiyyətində, təqva xüsusiyyətinə sahib olmaq üçün, təqva libasına bürünmək üçün qeybə iman işin başıdır. Qeybə iman, yəni hissə, duyğulara qapalı olan aləmə, xəbərlərə iman etmək. Bizim 5 duyğu üzvümüz var. Bunu bilirik. Biyologiyadan insan gözü ilə görər, qulağı ilə eşidər, ya toxunma ilə, ləms etmə ilə hiss edər, ya dadla, ya qoxu ilə. Qeybə iman hissdən, duyğudan üstün bir məsələdir. Buna görə burada dünyada insanlar bu mövzuya nisbətdə 2 hissəyə bölünür. Birinci dəstə möminlərdir. Onlar maddi aləmi aşaraq özlərini bir növ onun 4 divarından çıxarırlar. Geniş baxışları ilə bu dünyanın fövqündə duran daha üstün bir aləmlə ünsiyyət qururlar. Onlar qəbul etmirlər varlıq aləminin kiçik, sadəcə görünən aləmdən ibarət olmasın. Möminlər iman eləyirlər ki, bu aləmdən daha böyük bir aləm var. Bu aləm bizim gördüklərimizdən ibarət deyil fəqət. Bizim görmədiyimiz aləm gördüyümüzdən daha böyükdür, daha əzəmətlidir. Onlara qarşı çıxanlar isə, üzr istəyirəm bu sözə görə, heyvan kimi yalnız bu 4 divar arasında insanları saxlamağa çalışır və bu bataqlıqda çabalamağa sivilizasiya, inkişaf, tərəqqi deyirlər. Sivilizasiya nədir? Hissə açıq, hissi olan aləmlə daha çox tanış olmaq, maddi aləmlə. Tərəqqi nədir? Maddi aləmə daha çox bağlanmaq. İnkişaf nədir? Maddi aləmdə daha çox nailiyyətlər əldə eləmək. Bu 2 dəstənin baxış tərzi maddi cəhətlərdən fərqlənir. Və bu səbəbdəndir, mümkündür materialist düşüncə, yəni hissə açıq düşüncə, hissə bağlı düşüncəyə sahib olanlar, mümkündür maddi aləm mövzusunda inkişaf eləsinlər, tərəqqi tapsınlar. Amma bunlar insani keyfiyyətlərə gələndə onlar üçün məsələn haqq, ədalət, xeyrsevərlik, yaxşılıq etmək maraqlı mövzu deyil onlar üçün. Onlar ki, qeybə imanları yoxdur. Yəni, görünən aləmdən başqa bir aləmin, görünməyən varlıqların olmasına imanları yoxdur. Bunlar üçün maraqlı deyil. Xeyrsevər olsunlar. Bunlar üçün ədalət prinsipi maraqlı deyil. Onların fikrincə dünya öz-özünə heç bir düşünülmüş plana əsaslanmayan, öz-özünə mövcud olan təbiət qanunlarından ibarətdir. Təbiət yaradıb deyirlər onlar. Buna görə də qeybə iman edən insanlardır, dünyanı xilas edən insanlar. Onlardır haqsevər, onlardır xeyirsevər, onlardır ədalətpərvər. Baxın, insana istər fərd olaraq, istər cəmiyyət olaraq bu kimi insani üstün keyfiyyətlər vacibdir bəşəriyyətə. Amma bunun materialist düşüncə insanlara verə bilməz. Materialist düşüncədən nə hasil olur? Materialist düşüncədən
Yalnız imperializm, istismar, qarət, bunlar yalnız hasil olur. Bunlar üçün ədalət maraqlı deyil. Bunlar üçün hər kəsin haqqın özünə qaytarmaq maraqlı deyil. Odur, onlar dünyaya sahib ola bilməzlər. Dünyanın sahibi ola bilməzlər. Quran bu haqda bəyan eləyir. Biz zikirdən sonra, Tövratdan sonra, Zəburda da yazdıq, bəyan etdik ki, bu dünyanın sahibi zəiflədilmiş, müstəzəf şəxslər olacaq. Onlar ki, haqpərvərdilər, ədalətpərvərdilər. Onlar ki, haqsevərdilər. Allahın onlarda qoyduğu o fitri duyğularla yaşayırlar. Onlar öz tinətlərindən, fitrətlərindən dönməyiblər. Bunlar dünyanın sahibi olmalıdırlar. Bunlar dünyanın ağası olmalıdırlar. Əl-ləzīnə yu'minūnə bil-ğeyb. O kəslər ki, qeybə iman edərlər. Təqvalılar onlardır. Quran bəyan eləyir. Əhl-i Beyt imamlarından nəql edilən hədislərdə qeybə iman kəlməsinin indi də sağ olan 12-ci imama aid olduğu bildirilir. Yəni o kəslər ki, qeybə iman edərlər, 12-ci imamın qeybdə olduğuna iman edərlər həm də. Məsum imamlar qeyb aləmin daha geniş bir müstəviyə daşıyırlar. Qeyb aləmi bu aləmin üstündədir, eyni zamanda həm də bu aləmdədir. Daha genişdir. Qeyb aləmi deyiləndə təkcə lövh-i məhfuzdırmı? İmamlar bəyan eləyirlər ki, xeyr, daha geniş mənadır qeyb aləmi. Bəs İmam Zamanın qeybdə olduğuna iman etmək mövzusu bu qədər asan mövzudurmu? Ki, hər bir insan üçün asandırmı bu imanda olsun? İmam Zamanın qeybdə olduğuna iman etsin? Bu qədər asandırmı? Nəzərə alsaq ki, 1000 ildən artıqdır qeyb, uzun, böyük qeyb dövrü davam edir. Bu qədər asan olacaq insanlar üçün. Hədisdə gəlib ki, xeyr, bu belə olmayacaq. Həzrəti İsa barəsində deyilən sözlər 12-ci imam barəsində də deyiləcək. Necə ki, Quran buyurur, Nisa surəsindədir. Və qavlihim inna qətəlnəl məsihə İsa ibn Məryəmə Rasulullah. Onların sözləri bu oldu. Şübhəsiz biz Allahın Rəsulü İsa ibn Məryəmi qətl etdik, öldürdük. Quransa cavab verir. Və mə qətəluhu və mə səllabuhu və lakin şubbihə ləhum. Onlar onu öldürmədilər, nə də çarmıxa çəkmədilər, lakin onlara elə göstərildi. Həzrəti İsa'nın qissəsi genişdir. Onu ki, bir həvarilərindən biri satır, Allahın da tədbiri böyükdür axı. Allah məkr işlədənlərə qarşı da xüsusi bir tədbir cızır. Allah həmin o satqın şəxsin surətin İsa surətinə salır. Və öz Peyğəmbəri İsa'nı da xəbərdar eləyir. Sən artıq səni təqib edirlər. İsa əleyhissalamı Allah Quranda buyurur, və mə qətəluhu yəqinən. Yəqinən onu öldürmədilər. Əmin olsunlar ki, onu öldürmədilər. Bəl rəffəuhullah iləyh. Əksinə Allah onu öz dərgahına qaldırdı. Onu qətl etmədilər, onu öldürmədilər. İsa surətində həmin bu satqın çəkildi çarmıxa. Amma
xristiyanlar nə başa düşdülər? Bu günləri də həmin o xaç rəmzi, onlar deyirlər ki, İsa'dır həmin o çarmıxa çəkilən. Xaç həmin İsa'nın çarmıxa çəkilən simvoludur, rəmzidir. Bunu bu gün də boyunlarında daşıyırlar, müəyyən məbədlərdə, kilisələrdə bu rəmzləri gəzdirirlər, qoyurlar və əlaməti nədir? Yəni bizim, indi mən Peyğəmbər deyirəm də, bunlara görə İsa Allahın oğludur kimi azğın ifadələr, sözlər işlədirlər. O şəxs çarmıxa çəkilib, qətl edilib, inancları bu cürdür. Yəni, inanmadılar İsa əleyhissalamın qeybinə. Bugün təkcə 12-ci imam mı qeybdədir? Biz şübhə eləyək. Bu iş heç vaxt baş verməyibdimi? Tək elə İmam Zamanla Allah qeybə çəkmək, insanın qeybdə olmasını göstərir bizə. Xeyr. Musa əleyhissalam Həzrəti Xızırla yol yoldaşı olanda heç onu nə görürdü, nə tanıyırdı. Həzrət Xızır Musanın gözünə görsənmədi bir həddə qədər. Yəni, onun gözündən pərdədə idi. Fəqət əlaməti ilə bilindi. Balığı yedi öz yol yoldaşı ilə, həvarisi ilə. Unutmuşdular öz süfrələrin. Geri qayıdıb götürmək üçün çalışanda gördülər, balıq düşdü dənizə doğru və həmin o para barıq düşdü dənizə dirildi. Bununla bildilər ki, həmin o Allahın qeybdə olan höccəti buradadır. Həzrət Xızır əleyhissalam Musanın gözünə görsənmirdi. Qeybin misalı tək İmam Zamanla deyil ki, biz şübhə eləyək və ya bizə tənə vuranlar, irad bildirənlər bizim qəlblərimizə şübhə sala. Qurana əsasən Allahın neçə dənə öz tərəfindən elm verildiyi, vəzifələndirildiyi şəxslər var ki, yer üzərində gəzirlər, dolaşırlar, lakin insanlar onları tanımır. Həzrət Əli əleyhissalam İmam Zamanın qeyb dövründəki vəziyyətin bəyan eləyir. Əlinin sözü ki, haqdır. Buyurur, Fəvərrabbi Əli. Əvvəl and içir Həzrət Əli əleyhissalam. And olsun Əlinin Rəbbinə. İnnə hüccətuhə əleyhə qaimətun məşiyyətun fi turuqihə. Şübhəsiz Allahın höccəti yer üzərində, insanların başı üzərindədir. Onların arasında, onların yollarında gəzir, dolaşır, addımlayır. Daxilətun fi durihə və qusurihə. Onların evlərinə, saraylarına daxil olur. Qeybdə olan höccət, imam. Cəvvələtun fi şərqi hədihil ərdi və qərbihə. Yer üzünün şərqində və qərbində gəzib dolaşır. Təsmə'ul kəlam və tusəllimu aləl cəmaə. Danışılan sözləri eşidir qeybdə olan imam. Və tusəllimu aləl cəmaə. İnsanlara salam verir. Təra, onları görür. Və la tura, lakin onlar onu görmür. Nə zamanacan iləl vəqti. Allahın zuhur vədəsi gerçəkləşənə qədər bu proses İmam Əli əleyhissalam buyurur, bu cürdə davam eləyəcək. İnsanlar arasında gəzəcək, dolaşacaq. Həzrət İmam Zamanın misalı Həzrət Yusuf əleyhissalamın misalı kimidir. Yusuf əleyhissalam insanlar içərisində gəzirdi, dolaşırdı. Lakin onun Peyğəmbər olduğunu bilmirdilər. Öz qardaşları belə onun Yusuf olduğunu tanımadan onunla söhbət eləyirdilər. Buyurur, İmam Zaman bu cür insanlar arasında gəzir, dolaşır. Lakin insanlar onu tanımırlar. Onun Allahın son höccəti olduğunu bilmirlər. Mən inşallah söhbətimi tamamlayıram.
Peyğəmbər əleyhissalam buyurur, Mehdi Əccalallahu fərəcəhu şərif mənim övladlarımdandır. Onun adı mənim adım, künyəsi mənim künyəmdir. Bilirsiniz də İmam Mehdi əleyhissalamın əsl adı Peyğəmbərin adıdır. O görünüşdə, surətdə və əxlaqda mənə ən çox bənzəyən şəxsdir. Onun qeybə çəkildiyi dövr o qədər uzanacaq, hətta tədillul xalqu ən ədyanihim. O qədər uzanacaq qeyb dövrü, mənim övladlarımdan olan Mehdinin qeyb dövrü o qədər uzanacaq, hətta tədillul xalqa ən ədyanihim. İnsanlar öz dinlərində azacaqlar. O qədər uzanacaq qeyb dövrü. İnsanlar dinlərindən dönəcək. Yollarından azacaq. Haqq din, Allahın nazil etdiyi haqq din insanlar arasında artıq şübhə ilə qarşılaşmağa başlayacaq. İnsanlar surətlə haqq kəlamdan uzaqlaşacaqlar və deyəcəklər, əgər gələcəksə niyə gəlmir? Bəziləri onun öldüyün zənn eləyəcəklər. Həzrəti İsa misalı kimi. Quran buyurur, bu onların zənnidir. İsa'nı necə ki öldürmədilər, İsa ölməyib, mən onu qaldırdım onların arasından. Eləcə də İmam-ı Zaman barəsində bu cür şəkdə şübhədə olacaq insanlar. Peyğəmbər bizə xəbərdarlıq eləyir. İntizarul fərəc əfsalun min ibadət, əfsalun min əmal bir hədisdə də gəlib. Zuhurun intizarını çəkmək əməllərin ən üstünüdür, ən fəzilətlisidir. Axı zuhur aşkar olma deməkdir. Qeybin aşkar olmasıdır. İmam Zaman qeybinin aşkar olması deməkdir. Bunun intizarını çəkən insan, qeybdə olan varlığın aşkara çıxması intizarı ilə yaşayan insan büsbütün qeyb aləminə bağlı olur. O görmədiyi Allaha iman gətirir. O görmədiyi axirətə iman gətirir. Ona vəd olunan bütün görünməzlərə iman gətirir. Və Quranın bəyan elədiyi təqvalıların birinci xüsusiyyətinə sahib olmuş olur. Təqvalılar o kəslərdir ki, əl-ləzīnə yu'minunə bil-qeyb. O kəslərdir ki, onlar qeybə iman edərlər. Onlar həm də İmam Zamanın qeybdə olduğuna iman edərlər. Allaha an verək izzət və cəlalına, qeybdə olan imamın zuhurunu görməyi, onun layiqli xidmətçilərindən olmağı cəmimizə nəsib eləsin inşallah. Allah bu xalqa, bu millətə yaman günlər göstərməsin. Axır zamandakı insanlar dinindən azar, Allah bu xalqı İslam dinində sabit qədəm qərar versin inşallah. Allah şəhidlərimizi şəhidlər ağası İmam Hüseynlə məhşur eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullah.